Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Ocamponu ifşa edən yeni faktlar ortaya çıxıb. Ocampo Rusiyadakı ermənilərdən pul aldığını etiraf edib. Kampaniyanı Rusiya erməni nümayəndələrindən ibarət qrup maliyyələşdirir və bu məqsədlə xüsusi fond yaradılıb. Məqsəd uzun müddətli və davamlı informasiya təzyiqini təmin etməkdir. Ocampo etiraf edir ki, ilkin mərhələdə o maliyyəni erməni mənbələrindən alıb, sonra isə daha strukturlaşdırılan kanallar işə qatılıb. Söhbət beynəlxalq biznesdən məşğul olan və bir hissəsi Rusiyadakı varlı erməni diaspor nümayəndələrindən gedir. Burada əsas prinsip anonimlikdir. Onun sözlərinə görə bu sxemin iştirakçıları Rusiya ilə problem yaşamaq istəmədikləri üçün qapalı mexanizmlərdən fəaliyyət göstərməyə üstünlük verirlər. Ocampo onu maliyyələşdirən ünvanı göstərir və deyir ki, Rusiyada yaşayan erməni oliqarxlar və erməni lobbi təşkilatları onu maliyyələşdirirlər və bu maliyyə ilə də istənilən qətnaməni hər hansı bir ölkəyə qarşı, yəni ermənilərin istədiyi formada qəbul etdirə bilər. Bu da əslində Avropadakı demokratiyanın, ədalətin, iç üzünün ifşa olunmasıdır. Bu proses əlbəttə ki, beynəlxalq hüquq təşkilatlarını və beynəlxalq məhkəmə qurumlarını da narahat etməlidir ki, vaxtilə onlarla çiyin-çiyinə çalışan bir prokuror hansı məsələlərlə məşğuldur və bunun hansı səviyyədə cinayət tərkibi var.